Bura Bərdə rayonunun Türkmen kəndinin yoludur. Demək olar ki, 3 ay bundan öncə burada yaşayış binaları üçün kəndimizin yolunu bu vəziyyətə saldılar, kanalizasiya çəkdilər. Demək olar ki, kanalizasiya çəkilişi zamanı biz bir neçə gün çəkilişi dayandırdıq. Daha doğrusu avtomobil yollarına nəzarət işçiləri də gəldilər. Yolların, bu kanalizasiyanın çəkilişini bir müddət dayandırdılar. Və kanalizasiya çəkən idarənin müdiri gəldi, söz verdi ki, kanalizasiya çəkilişi qurtaran kimi sizin yolunuz bərpa olunacaq və asfalt örtüyü salınacaqdır. Lakin buna baxmayaraq artıq 3 ay keçibdir. Bax, yollarımız bu vəziyyətdədir. Yəni nə piyadalar gedə bilmir, nə marşrut avtobusları gedə bilmir. Marşrut avtobusların sürücüləri etiraz edirlər. Bax, görürsünüz, yollar bu vəziyyətdədir. Lüklərin böyrü, başı hamısı pis vəziyyətdə. Məktəblilər gedə bilmir, piyadalar, kənd əhalisi gedə bilmir. İşıqfordan bura nə qədər çətinliklə piyadalar, o cümlədən maşınlar, neçə dənə maşının güzgüsü bölüb keçəndə sınıfdır, ehtiyat hissələri sınıfdır maşınların. İndi mən o idarənin müdirinə tələb eləyirəm. Nətər ki, gəldin, söz verdin ki, kanalizasiya çəkilişi qurtaran kimi yolunuz bərpa olunacaq. İndi gəl yolumuzu bərpa elə. Ay kanalizasiyasını çəkən idarənin müdiri. Sən söz verdin axı. Nə oldu? 3 ay keçib və bu cəmaata yazığın gəlmir. Cəmaata sizdən ötürü nə olubdur belə? Yolu bu vəziyyətə salmışsınız, gəlin yolumuzu bərpa eləyin. Təsəvvür eləyin, İşıqfordan bura neçə dənə 3 dənə istirahət mərkəzi yerləşir. O cümlədən şəhər 4 nömrəli tam orta məktəb yerləşir. Bu cəmaata sizin heç bir yazığınız gəlmir, bu cəmaat əziyyət çəkir bu yoldan gəlib getdikcə. 2 dənə maşın böyür-böyrə keçə bilmir. Nətər yolu bu vəziyyətə salmışsınız, gəlin bərpa edin. Və sözüm yekunda hörmətli 43 nömrəli yol nəqliyyat idarəsinin müdiri İlham müəllimədir. İlham Əzimov, siz Bərdə rayonunda yaxşı işlər görürsünüz. Yollar, böyük yollar çəkirsiniz. Sizdən artıq dərəcədə xahiş edirik. Bəlkə siz bizə köməklik eləyəsiniz bu yolların bərpa edilməsində. Bir daha kənd əhalisi adından, şəhər əhalisi adından, burada minlərlə adam istifadə edir bu yoldan hər gün. Xahiş edirik, bu yollarımızı bərpa eləyəsiniz. Artıq dərəcədə sizdən xahiş edirik. Sağ olun.